Burada cümə xütbəsində türk imamı hansı dua edəndə amin deyəkmi? Sualı belə Yəqin başa düşürəm, onlar ümumiyyətlə türkdür, başqasıdır, burada fərq eləmir. Sual məncə belə canlanır ki, cümə günü imamın dua etməsi xütbə əsnasında sünnətdirmi? Əgər bu sünnədirsə, amin demək olarmı? Bu məsələ burada böyük alimlərdən bu məsələ soruşulur və buradakılar icazə verir. Və burada Məkkə, Mədinədə buna əməl olunur. Yəni sən demək olar ki, buradakı bir məscid tapa bilməzsən ki, oradakı xütbə verən insan xütbənin axırında ya ortasında dua zikr eləməsin və cəmaat ona amin deməsin. Bu burada belə deyək ki, əməl olunan məsələlərdən biridir və bu hər kəsin gözünün qabağındadır. Və indiyə qədər burada olan alimlərin birindən rədd eşitməmişəm. Lakin Şeyx Albani Rahməhullah buna etiraz eləyir. Şeyx Albani Rahməhullah bidət görür xütbə əsnasında imamın duasına amin deməyi. Hər halda məsələ ictihad məsələsidir. İctihad məsələsidir və bu məsələyə görə də kiməsə bidətçi, kiməsə rəddiyə qaytarmaq doğru deyil. Elhamdülillah məsələ geniş məsələlərdəndir və bunu daraltmaq da heç məsləhət və uyğun deyil. İstəyən deyər amindir, istəyən də amin deməz. Doğrusunu Allah təala bilir. İxlasla.com saytı tərəfindən təqdim olundu.